Xoş gördük əziz dinləyicilər. Mən məhz dünənləri Ukrayna-Rusiya barəsində, London görüşü barəsində danışmışdım və deyirdim ki, bunlar əlbəttə ki, Trump bildirirsə ki, biz belə getsə sülh sazişindən çəkiləcəyik deməklə, əslində Rusiya ilə bunlar pas ötürürlər və pas oynayırlar və bununla bərabər Rusiya da tez bir zamanda o saat Ukraynaya Kiyevə ballistik zərbələr endirdi. Bu ballistik zərbələr endirməklə mən demişdim ki, bir növ Amerikanı yenidən masaya çəkmək, yenidən Amerikanın əlini gücləndirmək ki, bax görürsən, mən deyirəm, yəni dağılmasın, müharibə bitsin və bu günləri yenidən biz nəyin şahidi olduq? Trump yenə bu məsələni uzatmağa başladı. Vladimir, dayan və hər həftə 5000 insan ölür. Bu formada danışıqları və bütün keçirdiyi görüşlər, xarici ölkə nümayəndələri də keçirdiyi görüşlərdə bildirmək istəyir ki, baxın, əgər biz olmasaydı Rusiya Ukraynanı tutacaqdı, baxın, biz Rusiyanın Ukrayna işğal edilməməsi əslində bizim üçün yaxşı bir şəraitdir, ona görə biz sülhə çalışmalıyıq. Baxın, bu bir daha onu sübut etdi ki, bu iki nəfər Trumpla Putini xilas etməkdən, Putini qorumaqdan söhbət gedir və bunlar ikiliyi bir-birlərinə topu ataraq əslində prosesi davam etdirmək istəyirlər və heç biri istəmir ki, Amerika bu məsələdən, bu Ukrayna-Rusiya problemindən çıxsın. Amma bir şeyi unudurlar ki, ən pis günlərdə, 3 gün ərzində, 7 gün ərzində Kiyevin ətrafında fırlanan və 60 minlik kolon itirən Rusiya əgər onda Ukraynanı tuta bilməmişdirsə, işğal edə bilməmişdirsə, bugün eləyə bilməz, mümkün deyil artıq qatar geçdi. Bir kəndi almaq üçün, Rusiya bir kəndi almaq üçün minlərlə insan itki verir. Bu günləri Rusiyanın gedib Ukraynanı alması mümkündür. Əlbəttə ki, mümkündür. Sadəcə olaraq Trump'ın apardığı bu siyasət Rusiyanı xilas etmək cəhdidir. Rusiya da bunu yaxşı bilir, Putin də bunu çox yaxşı bilir ki, artıq bizim Ukraynaya qalib gəlmə imkanımız yoxdur. Ukraynanın da bu formada özünə güvənli şəkildə olmasının da bir səbəbi var. Çünki Ukraynada Avropa İttifaqı da çox gözəl bilir ki, Rusiya hansı vəziyyətdədir və Rusiyanın qalib gəlməsi mümkün deyil. Sadəcə olaraq bu paslar Zelenskiyə təzyiqdir. Zelenskiyə təzyiq etməli, Zelenskiyə tək qoymaq, Zelenskiyə təzyiq etməli, onu məcbur etmək ki, sülhə getsin. Onlar fikirləşirlər ki, burada zəif bənd Ukraynaya təsir edə bilərlər, amma Putinin simasını onun əlindən almaq olmaz. Çünki Putinin siması əlindən alınarsa, zaten o məhvə məhkumdur və məhvə doğru da gedəcək. Yəni, bütün Ukrayna məsələsində Trump'ın və Putin apardığı siyasət bir növ, yenə deyirəm ki, bu Rusiyanın xilas etmə cəhdidir, Rusiyanın və Putinin simasını qorumaq cəhdidir və bu düşünülmüş, artıq bəlli olur ki, bu düşünülmüş bir addımdır. Amma bütün bunlara baxmayaraq Trump'ın da reytingləri apardığı bu formada siyasətlə Trump'ın reytingləri çox sürətlə aşağıya enməkdədir və mən fikirləşirəm ki, bu müharibədə iki nəfərin başı gedəcək, Putinlə Trump'ın başı gedəcək. Təşəkkür edirəm.